Deməli, 14-cü suala baxırıq. Bizdən feilin təsriflənməyən formasını istəyir. Təsriflənməyən formalarını istəyir və bunlar haqqında doğru fikirlər istəyir. Baxaq birinci təsriflənməyən formalara. İşləməkdən, yorulan, qaydanda və dincəlmək. Bu təsriflənəndə bunu götürə bilmirik. Deyir ki, feilin təsriflənməyən formalarının hər üçünə aid nümunə var. Baxıram, maqmək var, məslərim var. An, ən, feili sifətim var. Anda feili bağlamamdır və maqmək yenə məslərimdir. Hər üçünə də aid nümunə var deyə birinci variantı götürürəm. Bütün təsriflənməyən formalar məlum növdədir. İş, işlə, lalə deyə leksik şəkilçimiz yoxdur. Bilirik ki, növlərin şəkilçiləri leksikdir. Və leksik lalədir. Bizə lalə yox, ın lazımdır. Ona görə birinci məlum növdədir. Yorulan sözündə yormaq feilindən yorulmaq yaranır deyə o işləməkdən yorulan adamlar. Sadəcə inversiya var. Adamlar yorulur olmalıdır. Bu da tərsinədir. Ona görə də adamlar yorulursa, heç kəs gedib adamları yormur. Onlar özləri özlərində eləyirlər və burada qayıdış növü var. Deməli, hamısı məlum növdə olmağı yanlış fikirdir. İşləməkdə məsləri feil sifət tərkibinin asıl tərəfi kimi çıxış eləyir. Baxıram, işləməkdə olan məslərə. Biz bilirik ki, asıl tərəf dedikdə biz birinci tərəf nəzərdə tuturuq, əsas tərəf dedikdə ikinci tərəf nəzərdə tuturuq. Və bizdən hansısa feili sifətin, məslərin, feili bağlamanın tərkib yaratdığını soruşursa, biz əsas tərəfə, yəni ikinci tərəfə baxırıq. İkisində də təsriflənməyən forma var, amma biz ikincini götürürük. Doğru deyil. Həmin bu feili sifət tərkibinin əsas asıl tərəfidir, yəni birinci tərəfidir. Bu doğru fikirdir. Feili bağlama əsas hərəkətin zamanını bildirir. Baxıram, əsas hərəkət nədir? Yəni işləməkdən yorulan adamların evə qayıtmağıdır. Ona görə də qaydanda, evə qaydanda nə zaman sualına cavab verir feili bağlama? Ümumiyyətlə andəndə zaman məzmununu bildirir. Ona görə 4-ü də götürürəm. Cümlədə işlənən məsələlər tərkib yaratmışdır. Məsələnin tərkib yaratmağı üçün məsələnin önündə söz olmalıdır. Yəni bu olmalıdır əsas tərəf, bunun yanında bir söz olmalıdır. Yoxdur. Məsələ tərkib yaratmıyor. Eyni zamanda qaydanda da feili bağlamadır, müstəqil işlənib deyə burada da tərkib yoxdur. Təsriflənməyən formaların hamısı quruluşca düzəltmədir. Baxıram, işdən işləyə biri düzəltmədir, dincdən dincəl biri düzəltmədir, yordan yorul düzəltmədir, amma qayıtmaq feilindən qaydanda sadə olduğuna görə götürə bilmirəm. Cavab 1, 3, 4-dür. Burada isə eyni nümunənin bizdən səhvini soruşur. Yəni yerdə qalan 2-dir, 5-dir, 6-dır. Bunu götürəcəyik. Gəldik. Cümlədəki təsriflənməyən feillər haqqında düzgün fikirlər. Hər şeylə təchiz edilmiş işçilər. Hansı işçilər? Biz bilirik də mış həm zaman şəkilçisidir, həm feili sifət şəkilçisidir. Necə fərqləndiririk? Sifətin sualına cavab versə. Baxıram, işçilər, kim işçilər, hansı işçilər? Təhciz edilmiş, hər şeylə təhciz edilmiş işçilər. Buna görə də bu oldu bizim feili sifətimiz. Tikinti sahibi ilə söhbətləşərək, araq ərək feili bağlamamızdır. Sabah yeni iş yerinə toplaşmağı maqmək məslərimizdir, qərara aldılar. Stula söykənən an, ən feili sifətimiz var. Tikinti sahibi isə tikdirəcəyi bina hansı bina? Hansı sualına cavab verdi? Acaq da eynən bununla eyni mənanı ifadə edir. Həm zaman ola bilər, həm də feil sifət. İstifadə ediləsi materiallar, hansı materiallar istifadə ediləsə? Deməli, görürsünüz, burada əsi də həm şəkillərin şəkilçisi idi, eyni zamanda feil sifət şəkilçisi idi. Sifətin sualına cavab verirsə, feil sifət götürürdük. Digərləri isə artıq təsriflənən feillərdir. Məslər mənsubiyyətə görə dəyişir. Baxıram, iş yerində toplaşmağı. Məslərim budur. Burada ı şəkilçisi var. Onun toplaşmağı demirəm axı. Onun toplaşmağı qərarı aldılar. Doğru gəlmir. Yəni bir var deyək ki, onun toplaşmağını istədilər, bu ayrı məsələ. İş yerində onun toplaşmağı qərarı aldılar, uyğun olmur. Həm də nəyi qərarı aldılar? Toplaşmağı, bu artıq hal şəkilçisidir, mənsubiyyət şəkilçisi deyil. Biri götürmürəm. Quruluşca növlərinə görə sadə və mürəkkəbdir. Bilirik ki, mürəkkəb feil dedikdə ol etlə birləşən feil nəzərdə tutulur. Burada var və bizdən sadə istəyir. Baxıram, söhbətləş var, düzəltmədir. Topla, toplaş var, düzəltmədir. Söykə, söykən, düzəltmədir. Tik, tikdirmək deyirəm, düzəltmədir. Et, edil, düzəltmədir. Deməli, bunların hamısı düzəltmədir, sadə yoxdur. Zaten bu mürəkkəb gedirdi. Bütün formalara aid nümunə var. Bunu bayaq da gördük ki, həm feili bağlama var idi, həm feil sifət var idi.
fe'il sifət var idi, həm də məsdər var idi. Fe'il sifətin zamana görə hər növünə aid nümunə var. Biz demişdik ki, fe'il sifətlər zaman məzmunu ifadə edir. An indiki zaman məzmunu ifadə edirdi. Mış və dığımın m ilə qutardığını nəzərə alırıq. Deyirdik ki, keçmiş zaman ifadə edir. Yerdə qalanlar acaq, gələcəklə yadda saxlayırıq. Ası, malı. Bunlar da nə edirdi? Gələcək zaman ifadə edirdi. İndi baxaq fe'il sifətlərə. Mış, mış var, keçmiş zamanım var. An, ən var, indiki zamanım var. Ası, əsi var, gələcək zamanım var. Bu da doğrudur. Bütün formalar ismi xüsusiyyətini daşıyır. İsmi xüsusiyyətini daşımaq o deməkdir ki, yəni bunlar isimləşsinlər. Burada da yəni bütün formalar ismi xüsusiyyətini daşımır. Bir dənə bunda ismi xüsusiyyəti var. Bütün formalarda yoxdur. Yəni fe'il sifətdə yoxdur, digərində yoxdur. Ona görə də cavabımız 3-lə 4-dür. Sonra gələk suallardan digərinə. 19-cu suala baxaq. Deyir ki, fe'il sifət tərkibli cümlə, fe'li bağlama tərkibli və məsdər tərkibli cümlə. Dünəndən bəri fikirləşdiklərim mənə rahatlıq vermirdi. Nə mənə rahatlıq vermirdi? Dünəndən bəri fikirləşdiklərim. Görürsünüz, sual verəndə bunların hamısını sualdan bir yerdə işlədirəm. Deməli, bu tərkib yaradıbdır. Hardan bilirəm tərkib yaratdığımı? Ən sonuncu bizim əsasımızdır, yəni asıl tərəfimizdir, əsas tərəfdir. Bizə də nə lazımdır? Əsas tərəfdəki şəkilçi. Dık, dik, duk var. Bu dık, dik, duk, duk bu formada, dik formasında, dığ formasında və yaxud da dığın formasında rastlaşsaq, bunlar fe'il sifət şəkilçiləri olar. Təbii ki, dık eyni zamanda sözün sonunda gələndə zaman, şəxs sonluğu və s. formada da ola bilər. O ayrı məsələ. Ancaq normalda fe'il sifət şəkilçisi kimdə işlənir? Bəs biz bunu necə fərqləndiririk ki, hansı söz tərkibin içindədir? Birinci sual veririk, ikinci də xəbərlə əlaqələndiririk. Məsələn, dünəndən bəri fikirləşdiklərim mənə rahatlıq vermirdi. Burada əsas nədir? Fikirləşdiklərim mənə rahatlıq vermirdi da. Dünəndən bəri sözü bizim üçün köməkçi sözlərdir. İndi baxıram, deyirəm ki, dünəndən vermirdi. Əlaqə var, xəbərlə əlaqələnmə var, yoxdur. Dünəndən vermirdi, yox. Dünəndən bəri fikirləşdiklərim mənə rahatlıq vermirdi. Ona görə də bu xəbərlə əlaqələnmədi. Əlaqələnmirsə, deməli tərkibin içindədir ki, əlaqələnməyib da. Bir dənə bunun əlaqələnib, qalanı da özündən bərabər tərkibin içərisinə qatıb. Ona görə A variantını götürürəm. Çıxış edənlər, biz dedik ki, o et neynəmir, tərkib yaratmır. O vaxt ki, həmin o et müstəqil məna ifadə eləsin. Dolaşıq yollar uzandıqca səbrimiz tükənir, taqətdən düşürdük. Səbrimiz tükənirdi. Nə səbəbə? Dolaşıq yollar uzandıqca. İndi gəlin xəbərlə əlaqələndirək. Dolaşıq tükənirdi? Yox. Axı səbrimiz idi tükənən. Yollar tükənirdi? Yox. Nə əlaqəsi var? Tükənən bizim səbrimizdir. Deməli, nə yollar tükənirdi demirəm, nə də dolaşıq tükənirdi demirəm. Deməli, bunlar xəbərlə əlaqələnmir və bunlar hər biri tərkib yaradıb. Tərkibin içərisindədir. Dıqca da fe'li bağlama olduğu üçün bunu da buraya yazıram. İnsanlara yaxşılıq etmək hər kəsin mənəvi borcudur. İnsanlara yaxşılıq etmək hər kəsin mənəvi borcudur. Nə? İnsanlara yaxşılıq etmək. İnsanlara borcudur deyə bilmirəm. Deməli, bu insanlara yaxşılıq etmək bir yerdə gedir. Və biz demişdik ki, əgər bu iki dənə sözdürsə, tərkib əmələ gətirmir. Bu ikisi birləşir, bir dənə gedir. Bu, yəni o et varsa, bu söz bir dənə olaraq gedir. Amma yanında bir dənə də söz varsa, iki olursa, iki söz olmağı tərkib əmələ gətirməkdir. Yəni, baxın, cümlə ən çox burada çaşdırır sizi. Əgər siz o et sözünü görürsünüzsə, o özünün yanındakı sözlə birlikdə getdi. Tərkib əmələ gətirmədi. Bir söz olaraq götürdük. Amma əgər yanındakı söz də onlara aiddirsə, tərkibin içərisindəsə, siz onu tərkib götürə biləcəksiniz. Çünki artıq bu iki dənə olmuş olur. Ona görə D variantını da götürürəm. Qonşumuz Küsəyə Nasir. Baxın, an ən görəndə birinci ona mamə artırmağı düşünün. Küsəyə Nasir, Küsəməyə Nasir deyə bilmirəm. Mamə inkarı qəbul eləmir. Fe'li sifət sifətin qoludur. Fe'lin qoludur da, fe'li sifət. Fe'lin də şəkilçilərindən biri mamədir. Deməli, maməni qəbul eləməlidir bu fe'ldirsə. Qəbul eləmirsə, deməli bu sifət imiş. Fe'ildən sifət düzəldən şəkilçidir. Ona görə də bunu da götürə bilmirəm. Bu şeyə mütləq diqqət edin. Gəlin bir dənə də belə bir suala baxaq. Qayıdış növdə olan təsriflənməyən fe'lin işləndiyi cümləni müəyyən edin. Bu sözlərdən ruhlanan gənc meydana atıldı. Təsriflənməyən fe'l burada an əndir. Ruhdan ruhlamaq, ruhlanmaq. Burada lan-lən şəkilçisidir. Yəni, ıl şəkilçisi yoxdur, ın şəkilçisi yoxdur ki, mən bunu qayıdış növ götürüm. Çünki qayıdış növü şəkilçisi olmalıdır. O şəkilçi mütləq fe'li artırılmalıdır və mənası da uyğun gəlməlidir. Ona görə biri götürə bilmirəm. Uzaqdan
Sahilin göründüyü yerlər. Dığı, diyi, düyü gördünüz. Bax bu fe'li sifətdir. Göründüyünü dedilər, dənizçilər sevindilər. Uzaqdan sahilin göründüyü gör, görün. Bəli, burada var artıq. Çünki sahil uzaqdan görünür, öz-özünə görünür. Ona görə bunu qayıdış növü olaraq götürə bilərəm. Çünki heç kəs sahili, yəni dənizin qırağını gətirib insanların gözünə salmır. Yəni oradan öz-özünə görünür. Aha, göyün üzündəki buludlar çəkildi. Burada çəkdən çəkilir. Bəli, buludlar özü çəkilir. Amma bizdən təsvirlənməyən deyir axı. Məsdər, fe'li sifət, fe'li bağlama deyir. Burada heç birinin şəkilçisi yoxdur. Bu da zaman şəkilçisidir. Təsvirlənəndir bu. Ona görə 3-ü götürə bilmirəm. Çiçəklər açıldıqca var. Çəmənlik bəzəkli xalçanı xatırla. Çiçəklər açmaqdan açılmaq. Şəkilcim var. Açmaq fe'lini artırılıb və çiçəklər özü açılır deyə qayıdış növdədir. Ağır işdə çalışan Səməd yorulduq var burada. Həmişə bu ağacın kölgəsində dincələrdi. Çalışanda yoxdur, amma yorulduqda yormaqdan yorulmaq yaranır deyə dıq-dıq-dıq burada fe'li sifət şəkilçisidir. Səməd də özü yorulur, yormaq fe'lini artırılıb. Yəni hər bir mənası uyğun gəlir deyə götürə bilirəm. Yəni 2, 4, 5. Sonra bir dənə də 22-ci suala baxaq. Yekunlaşdıraq. Bir dənə də bu suala baxarıq. Amma məncə 22-ci sualdansa gəlin 21-ci suala baxaq. Məsdərə aid olmayan əlamət var. Fe'l sifətə aid olmayan əlamət. Məsdərə aid olmayan əlamətlərdən birisi onun cəmlənməyidir. İkincisi də təyin olmaq xüsusiyyətidir. Fe'l sifətə aid olmayan əlamət, bunu da qeyd edin, zərflik olmalıdır. Zərflik olması cümlə içərisində ona aid olmayan əlamətdir. Bir dənə baxıram, riski gözüm sataşır B variantına. Tələbələrin oxumaqları. Makməkdən sonra cəm şəkilçisi var. Olmamalıdır. Mümkün deyil. Ona görə bu məsdərə aid olmayan xüsusiyyətdir. Baxıram, Məhəmməd Qumrunu darvazaya söykənmiş gördü. Deyirəm, mış necə gördü? Nə tərzdə gördü? Nə tərzdə dedim? Zəflik vəzifəsində tərz mənasını bildirdi deyə. Bu da fe'li sifətə aid olmayan bir xüsusiyyətdir. Mixi yazıları ilk dəfə oxumaq Alman aliminə nəsib olmuşdu. Burada heç bir şey yoxdur. Əskərlərimiz sərhədlərimizi qorumaq kimi vəzifənin necə vəzifə? Qorumaq kimi vəzifə, qorumaq kimi. Və biz demişdik ki, məsdər kimi qoşmasından, tək qoşmasından və tək qoşmasından işlənsə, cümlədə təyin olur. Amma yenə də özünə aid olmayan xüsusiyyətidir. Yəni burada təyin olmağı özünə aid olmayan xüsusiyyətidir. Öyrənmək sözündə də heç nə yoxdur. Burada da bu sualı yaza bilmirsinizsə, tamamlıq fe'li sifətdən ifadə olunub deyilsə, deməli fe'li sifət kimi, nəyi, kimə, nədə, kimdən, nədən, ismin, adlı halının, bir də yerli halının suallarını çıxacaqsınız, digər suallarına cavab verəcək. Hərəkətin səbəbini bildirən fe'li bağlama varsa, nə səbəbə sualını verəcəksiniz fe'li bağlamaya? Tamamlıq məsdərlə ifadə olunub deyilsə, yenə də maqmək şəkilçili sözə tamamlığın suallarını verəcəksiniz ki, burada da çətin heç nə yoxdur. Baxaq 22-yə. Aha. Ad bir mürvət həssəsini çəkməkdən maqmək var, məsdərim var. Altımadı qələmim şu türk ilə əcəmi, nə qoydular yazayım, nə qırdılar qələmi, qırdılarda yoxdur, qoydularda yoxdur, ayatmadı yoxdur, burada yoxdur variantdır. Varlığını gördükcə, dıqca fe'li bağlamadır, sadə sualıymış. Yanılmasın həyatda dərs deyən an ən fe'li sifətdir. Övladımız məzhəbini danmasın, heç sözləri aldanmasın, burada da yoxdur. Gəldik 30-cu suala. Deyir ki, məhcul növ, qayıdış növ, məlum növ, icbar növ, amma yadımızdan çıxmasın ki, biz təsriflənməyən fe'lləri götürməliyik və ardıcıllıq növ. Qürbət görməyəndə vətənin qədri bilinməz. Qürbət görməyəndən vətənin qədri bilinməz. Burada anda, əndə var, fe'li bağlamadır. Baxıram gör, mamə, inkar şəkilçisi, anda, öndə. Heç bir leksik şəkilçisi yoxdur, yəni ı yoxdur, ın yoxdur, dır yoxdur. Deməli, bu məlum növdədir. Birinci məlum növdədir, gəldi 3. Məhsul yığımı zamanı ağacı kəsdirmək, yəni sən özün kəsmirsən, kiməsə kəsdirirsən, demir ağacı sən kəsdir. Deyir ki, kəsdirmək günah sayılır. Yəni özün kəsmirsən, kiməsə kəsdirməyin günah sayılır. Bu da artıq dur var, kəsmə fe'lini artırılır və məna da uyğun gəlirdi, icbar növdədir. Döyüşə atılan əskər, atmaq fe'lindən atılmaq, şəkil var, fe'li artırılır. Döyüşə atılan əskərlərimiz, əskər döyüşə özü atılır, heç kəs gedib kömək edib, ayağından tutub onu döyüş meydanına tullamır ki, və sən atıl. Ona görə də bu da oldu bizim qayıdış növümüz. Məktub yazılaraq sahibinə çatdırıldı. Kimsə tərəfindən çatdırıldı, bilmirəm nə çatdırıldı məktub. Mübtədəm var, amma subyektim yoxdur deyə bu
da məhcul növün qaydasına uyğun gəlir. Belə ümid edirəm ki, digərlərini özünüz işləyə biləcəksiniz.